Bugünkü testin mövzusu da əmələ gəlmə mərhələsidir. Bunun izahı ilə sizin qarşınızdayım. Deməli, izahlara keçək. Deməli, burada deyir Kaynazo erasında əmələ gəlmiş dağlar. Kaynazo erasında, yəni Alp qırşıqlığında əsasən cavan dağlar yaranıb. Gəlin görək buralardan hansıları cavan dağdır. Deməli, Ural qədim dağdır, Karpat cavandır, Altay qədim dağdır, Tian-Şan qədimdir, Hind quşu cavandır. Yəni bunu götürmək olar. Sonra Kap belə deyək, qədimdir, yəni bu qədim olduqları üçün çıxırıq. Kopet cavandır, Pamir cavandır, Sayan qədimdir. Alp, Qafqaz, Himalay. Bunun üçü də Alp qırşıqlığında yaranan cavan dağdır. Ural da əjdahadır. Bunlar qədim dağlardır. Deməli, burada düzgün cavab variantımız D variantıdır. Növbəti test tapşırığında deyir ki, Paleozoin geoloji erasının qırşıqlıq mərhələləri hansılardır? Deməli, Paleozoya aid olan 2 dənə qırşıqlığı var. Bir Kaledondur, bir də Hersindir. Cavab A variantı. Sonra növbəti test tapşırığına baxaq. Deyir ki, cədvələ əsasən düzgün sıranı müəyyənləşdirin. Düzgün sıranı biz müəyyənləşdirməliyik. Mezozoy erasının Kimmer dağ əmələ gəlməsində Kunlun və Verxyanski dağları yaranmışdır. Tamamilə doğrudur. Bu düzgündür. Elə bir variantı ilə A variantını götürəcəyik. Paleozoy Hersin. Paleozoyda Hersin, Qafqaz, Ant cavan dağlardır. Qədim dağ olmalı idi. Alp, Appalaç qədim dağdır. Cavan dağ olmalı idi burada. Proterozoyda heç bir, daha doğrusu Kaledon var. Ancaq Himalay cavan dağdır. Ondan sonra bura aidiyyatı yoxdur. Həm də ki, Kaledon qırşıqlığı Proterozoyda yoxdur. Axı Baykal qırşıqlığı var. Kaynazoyda da Baykal qırşıqlığı yoxdur. Cavab A variantı. Sonra 4-cü test tapşırığına baxaq. Deyir ki, Asiyada Mezozoy qırşıqlığına aid dağlar. Asiyada yerləşsin və Mezozoy qırşıqlığına aid olan dağlar olsun. Tian-Şan, Sayan, Altay dağları Paleozoya aid olan, yəni Kaledon Hersin qırşıqlığıdır. Bu səhvdir, yəni. Burada Böyük Xinqan, Verxyanski, Serski dağları var. Böyük Xinqan yenə deyirəm, Paleozoy qırşıqlığıdır. Serski ilə Verxyanski Mezozoydur. Kunlun, Tibet, Sxoti aləm. Bəli, tamamilə doğrudur. Bunların belə deyək, üçü də Kunlun da Tibet, Sxoti aləmdir. Mezozoy qırşıqlığına aiddir. Düzgün cavab variantımız C variantı. Sonra növbəti sual. Dağların yaşının artmasına görə düzgün verilən sıranı müəyyən edin. İndi burada dağların yaşının artmasına görə müəyyən etməliyik. Yəni hansı dağ daha cavandırsa ondan başlayıb daha qədimdə bitirməliyik. Çünki yaş qədimə doğru getdikcə yaş artır. İndi Alp cavandır. Karpat, Kap, deməli Alp qırşıqlığına aiddir. Kap, belə deyək də, Kaledon Hersindir. Kunlun isə Mezozoydur. Cavandan əvvəl qədimə gəlib, sonra orta yaş dövrünə gəlib. Yəni bu səhvdir. Qafqaz cavandır. Appalaç qədimdir. Tibet yenə Mezozoydur. Yenə orta dövrə gəlib. Yəni yaşı azalıb, sonra yenidən artıb, sonradan yenidən azalıb. Pamirdir, cavandır. Sxoti aləmdir, Mezozoydur. Yəni Alp, Mezozoy, bu da belə deyək, Kaledon Hersin qırşıqlığına aiddir. Cavab C variantı. Yəni yaşın artmasına görə düzürük. Baykal dağ əmələ gəlmə mərhələsi hansı eralarda baş verib? Proterozoy və Paleozoyda təbii ki, A variantı. Alp dağ əmələ gəlmə mərhələsində yaranmasına dağlara aid olan seçin. Yəni Alpdə yaranıb, cavan dağları seçəcəyik təbii ki. Biz burada Qafqaz, Ant və Pamir cavan dağlardır və bunları seçəcəyik. Hansı bənddə eralar dağ əmələ gəlmə mərhələsi və yaranan dağlar səhv verilib? Paleozoy erasında Kaledonda əjdaha dağı, Paleozoy Hersində Atlas Alp dağları. Hersin Paleozoydadır, düzdür. Ancaq burada Atlas və Alp dağları cavan dağdır deyə, qədim dağ deyil axı. Bu Alp qırşıqlığında yaranıb. Ona görə bu səhv verilib. Cavab variantı B-dir. Mezozoy Kimmer, Serski, Mezozoy Sxoti Alen düzdür. Həm uşaqlar Kimmeri, həm də Mezozoy ikisi də bir Mezozoy qırşıqlığı var, digər adı da Kimmeridir. Yəni ikisi də eyni şeydir. Qırşıqlıqları yadınızda saxlayın. Sonra növbəti test tapşırığında Asiyada səhv bəndi müəyyən. Asiyada Kopet dağ cavan, Avropada Karpat dağı qədim,
Amerikada Appalaç qədim, Afrikada Kap qədim, Asiyada Pamir cavan. Karpat dağları qədim dağlar deyil, cavan dağlardır. Alp qırşıqlığında yaranan dağlardır. Cavab B variantı. Deyir ki, uyğunsuzluğu müəyyən edin. Uyğun olmayanı müəyyən edəcəyik. Deməli, Ural dağları Hersin qırşıqlığındadır. Yəni uyğunsuzluq deyirsə bu uyğundur. Yəni bunu biz götürərik. Yəni bu bizim səhv cavabımız deyil. Yəni ümumiyyətlə cavabımız deyil. Kaledon qayalı dağlar Kaledonda deyir, Kimmeردədir. Kordillerin şərqi. Yəni bu uyğunsuzdur. Bunu götürərik. 2-ni götürə bilərik. Sonra Atlas dağları Alp dağı, Atlas cavan dağdır, Alpdə bu doğrudur. Tamamilə doğrudur. Bunu biz götürmürük. Bizə uyğunsuzluğu olanı deyir. Karpat Paleozoya aid. Karpat cavan dağdır. Paleozoya aid deyil, Alpə aiddir. Alp qırşıqlığına aiddir. Yəni Kaynozoid erasına. Bu deməli səhvdir. Kap Kimmer qırşıqlığı xeyr, Kap da Kimmeriyə yox, deməli Kaledon Hersinə aiddir. Cavab 2, 4, 5. Cavab D variantı. D variantı. Sonra növbəti test tapşırığında deyir ki, uyğunsuzluğu müəyyən edin. Scotty Allen Şimali Amerika Mezozoik Kimmeri. Birincisi Scotty Allen Şimali Amerikada yerləşmir. Avrasiyada yerləşir. Bu səhv fikirdir. Yəni bunu götürəcək. Uyğunsuzluqdur burada. Sonra Vosges, Avrasiya, Alp. Vosges qədim dağdır və Avrasiyada yerləşir, ancaq Alp yazıb bu. Yəni cavan dağ deyil. Bu da düzdür. Əjdaha Afrika Hertsin. Bu tamamilə doğrudur. Kunlun Avrasiya Mezozoik. Bu da doğrudur. Karpat Avrasiya Alp bu da doğrudur. Ant Şimali Amerika Alp. Ant dağları Şimali Amerikada yox, Cənubi Amerikada yerləşir. Ona görə 1, 2, 6 səhv, yəni uyğunsuzluq olan bənddir. Sonra 61-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Qayalı dağlar Şimali Amerikada Mezozoik Kimmeri. Bəli, tamamilə doğrudur. 1 düzdür. Yəni 1-i götürə bilərik. Sonra Sudet dağları Avrasiyada Baykal. Deməli, bu uyğun deyil. Baykal deyil, Sudet. Kaledon Hersindir. Əndəlus Afrika. Afrikada deyil, Avropadadır Əndəlus dağları. Bu 3-də demək olar ki, səhvdir. Skandinaviya, Avrasiya, Kaledon, Böyük Sualcı, Avstraliya, Hersin. Burada 1, 5, 6 cavab variantımız C variantı.